Rusiya ordusu hücumlarda daha çox motosiklet və skuterlardan istifadə edir. Bu taktika Ukraynanın müdafiə xəttini tez yarmağa kömək edir. İtkilər çox olsa da hazırda Rusiyanın işinə yarayır. Bu barədə The Telegraph yazı bölüşüb. Buna min kiçik hücum taktikası da deyirlər. Motosikletlər minalanmış əraziləri tez keçməyə kömək edir. Belə hücumlar dron və artilleriya zərbələrindən yayınmaq üçün də faydalıdır. Estoniyanın müdafiə naziri Hanno Pevkur isə hesab edir ki, bəzi Avropa ölkələri üçün təhdid artır. Təhlükə Ukrayna müharibəsi dayandırılandan sonra daha da qabaracaq. Finlandiya, Norveç, Polşa və Baltikyanı ölkələr üçün təhdid yaranacaq. Rusiya bu dövrdə hərbi infrastrukturda yaradıb. Sadəcə hazırda Rusiyanın başı Ukraynadakı müharibəyə qarışıb. Yunyanda yayılan məlumata görə sentyabrda döyüşlər dayansa, Rusiyanın Ukraynadakı hərbçiləri Qərb 2025 təlimi bəhanəsi ilə Belarusa yerləşdiriləcək. Bununla da Litva və Polşa hədəfə çevrilir. Ukraynadakı münaqişə Rusiyanın xeyrinə tamamlansa, Avropada müharibə riski artır. Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı sanksiyalarda Avropa ilə tam həmrəy olmaması isə köhnə qitə üçün yeni problemin yaranma ehtimalını artırır.